Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən bugün sizə Şirvanşahlar və Şəki hakimliyi 13-14-cü əsrlərdə mövzusunu izahını verəcəm. İlk növbədə gəlin görək bu dövrdə Monqolların neçənci yürüşləri baş vermişdi. Bildiyimiz kimi Monqolların birinci yürüşü 1220-22-ci illərdə baş vermişdi, hansı ki 13-cü əsrdə. Bundan sonra isə Xarizmşah Cəlaləddin yürüşü baş vermişdi 1225-31-ci illərdə. Bəs necə oldu ki, Şirvanşahlar dövləti Xarizmşahlarla yaxınlaşmağa başladı? Bu hələ Şirvanşah hökmdarı olan 1-ci Axsitanın dövründə baş vermişdi. Görür ki, artıq Xarizmşahların qüdrəti yüksəlməyə başlayır. Nəticədə Şirvanşahlar Xarizmşahlarla yaxınlaşmağa başlayır və dostluq münasibəti saxlamağa çalışır. İndi isə Şirvanşah hökmdarı 3-cü Fəribürs haqqında məlumat vermək istəyirəm. 3-cü Fəribürsün dövründə həm Monqolların ikinci yürüşü baş vermişdi, həm də Xarizmşah Cəlaləddinin yürüşü baş vermişdi. Belə ki, bildiyimiz kimi 1227-ci ildə məhz belə deyək, Xarizmşah Cəlaləddin Şirvanşahları özündən aslahala salmışdı. Xəritədə təxmini olaraq Şirvanşahlar ərazisi bu ərazidədir və Şəki hakimliyi isə burada. Şəki hakimliyi. Və onu da qeyd edim ki, Şəki hakimliyi İslamla Xristiyanlıq arasında bildiyimiz kimi bir kəskin mübarizə meydanı idi. Daha sonra isə bildiyimiz kimi 3-cü Fəribürsün dövründə Monqolların Azərbaycana ikinci yürüşü baş vermişdi 1231-39-cu illərdə və nəticədə bu ikinci yürüş zamanı isə hansı ki 1239-cu ildə Şirvan və Dərbəndin tutulması ilə Monqollar Azərbaycanın işğalını başa çatdırmışlar və Azərbaycanı Ali Monqol Xaqanlığının tərkibinə daxil etmişlər və 1239-dan 1256-ya qədər Azərbaycan Ali Monqol Xaqanlığının təyin etdiyi canişin vasitəsilə idarə olunmuşdur. Bu 3-cü Fəribürs haqqında məlumat. İndi isə 2-ci Axsitana keçək. 2-ci Axsitanın dövründə isə Monqolların Azərbaycana 3-cü yürüşü baş vermişdi. Yəni 1256-58-ci illərdə Monqollar Azərbaycana 3-cü dəfə yürüş etmişdi və nəticədə Şirvanşah hökmdarı 2-ci Axsitan Monqollara öz itaətini bildirmişdi və şəhərin, dövlətin dağıntıya məruz qalmasının qarşısını almışdı. Düzdür, 2-ci Axsitan daxili müstəqilliyi saxlamışdı, öz adına pul kəstirirdi. Amma təmtəraqlı titullarda, təmtəraqlı mərasimlərdə 1-ci Ali Monqol Xaqanının məhz Hülakülərin, Elxanilərin adını belə deyək də qeyd etmişdi. Daha sonra isə Şirvanşah hökmdarı olan Kavus ibn Keyqubat haqqında məlumat vermək istəyirəm. Kavus ibn Keyqubat. Kavus ibn Keyqubatın dövründə artıq Elxanilər dövləti zəiflədiyinə görə artıq Şirvanşahlar dövləti birdən belə deyək də yenidən dirçəlməyə başlamışdı və Kavus ibn Keyqubatın dövründə Kavus ibn Keyqubat Cəlairi hökmdarı Şeyx Üveysdən aslığı qəbul etməmişdi və ona vergi ödəməmişdi. Və buna görə də 1367-ci ildə xatırlayırsınızsa Şeyx Üveys bu Şirvanşah dövlətini özündən asılı hala salmışdı və Azərbaycanı işğal etmişdi. Azərbaycan bütünlükdə Cəlairlərin hakimiyyəti altına düşmüşdü. Bəs nəyə görə belə bir addım atmışdı? Ondan əvvəl Kavus ibn Keyqubat Təbrizə hücum etmişdi. Təbriz də bu zaman Cəlairlərin hakimiyyəti altındaydı. Çünki biz bilirik ki 1359-cu ildə Cəlairlər Təbrizi özünə tabe etmişdi. 1367-də isə Cəlairlər Şirvanşahları özünə tabe etmişdi və bu hadisə kimin dövrünə düşür? Kavus ibn Keyqubatın dövrünə düşür. Vaxtı ikən o Təbrizə hücum etdiyinə görə Şeyx Üveys də Şirvanşahlara hücum edib bu ərazini özündən aşağı salmışdı. Və Kəsranilərin sonuncu nümayəndəsi olan Hüşəngdən danışmaq istəyirəm. Hüşəngin zamanında isə o belə deyək də dövləti möhkəmləndirməyə çalışmışdı və sərt tədbirlər həyata keçirmişdi. Və bu sərt tədbirlər ona qarşı üsyanın baş verməsinə səbəb olmuşdu. Və üsyan nəticəsində 1382-ci ildə Hüşəng hakimiyyətdən devrilir. Onu da qeyd edim ki, Hüşəng Muğanı özünə tabe etmişdi. Muğan hakimliyini. Muğanı özünə tabe etmişdi və Muğanın tabe edilməsi isə Hüşənglə Rəvvadilər üçün oxşar cəhət təşkil edir. Yəni Şirvanşah və Rəvvadilər üçün oxşar cəhət təşkil edir. Və Hüşəngin hakimiyyətdən devrilməsi ilə Şirvanşahlarda deməli Kəsranilər sülaləsinin hakimiyyəti başa çatır. Gəlin Şirvanşahlarda mövcud olan sülalələrlə tanış olaq. 861-dən 1027-yə qədər Məzyədlər sülaləsi olmuşdu. Məzyədlər. 1027-dən 1382-yə qədər Kəsranilər olmuşdu. Kəsranilər. Və 1382-ci ildən 1538-ə qədər isə Dərbəndlər olmuşdu. Dərbəndlər. Məzyədlər, Kəsranilər və Dərbəndlər. İndi isə biz Hüşəngdən sonra Hüşəngin getməsilə bilirik ki, Kəsranilər sülaləsi başa çatır və yeni bir sülalə Dərbəndilər sülaləsi hakimiyyətə gəlir və Dərbəndilər sülaləsinin birinci nümayəndəsi isə məhz 1-ci İbrahim olmuşdu.
İbrahim. 1-ci İbrahim 1382-ci ildən 1417-yə qədər hakimiyyətdə olmuşdu və İbrahimin dövründə biz bilirik ki, Azərbaycana yürüşlər olmuşdu. Həm Toxtamışın, həm də Əmir Teymurun. Demişdim ki, Toxtamış şimaldan gəlir, Qızıl Ordu hücumları şimaldandır və Teymurun da bu dövrdə yürüşləri olmuşdu. Hər iki yürüş zamanı İbrahim bir seçim arasında qalmışdı. Yəni Teymurlərlə yaxınlaşsın, yoxsa Qızıl Ordu ilə yaxınlaşsın. Onu da qeyd edim ki, 1-ci İbrahim uzaq görən bir diplomat idi. Yəni o bu işləri çox yaxşı bilirdi. Bilirdi bu dövrdə hansı yönə belə edirdi, hansı istiqamətə getsə, dövlətin mövcudluğunu daha uzun müddət qoruya bilər. Belə ki, 1-ci İbrahim Qızıl Ordunu yox, Teymurləri seçmişdi. Bunun bir neçə səbəbi var. Birinci səbəb ilə ən əsas səbəb ondan ibarətdir ki, Qızıl Ordu yaxın təhlükə idi, yaxında yerləşirdi. Teymurlər isə uzaqdan gəlirdi. Əmir Teymur uzaqdan gəlirdi. Əgər Qızıl Ordu hökmdarı Toxtamış bu əraziləri işğal etsəydi, elə şəxsən özü rəhbərlik edəcəkdi. Buraya ayrıca bir şəxs təyin etməsinə ehtiyac qalmayacaqdı. Amma Teymurlar uzaqdan gəldiyinə görə İbrahim fikirləşdi ki, onsuz da bu əraziləri Əmir Teymur işğal edəndən sonra buraları idarə etmək üçün ona bir sadiq adam lazımdır. Elə o sadiq adam da kim olacaq? Mən olacam. 1-ci İbrahim bunu belə fikirləşmişdi. Ona görə də Teymurun Azərbaycana 1386-cı ildə birinci yürüyüşü zamanı İbrahim getmişdi Qarabağa, onun hüzuruna. İbrahim Qarabağa, Əmir Teymurun hüzuruna gedərkən hədiyyələr və müvafiq doqquzluqlarla getməli idi. Amma 8 qul aparmışdı. Və orada İbrahimdən soruşanda ki, qayda üzrə 9 qul olmalıdır. Bu zaman İbrahim qeyd etmişdi ki, 9-cu qul özüməm. Bu isə Əmir Teymurun xoşuna gəlmişdi. Bəs 1-ci İbrahimin Əmir Teymurla belə deyək də ittifaqda olması, onunla yaxın olması nə kimi Şirvanşahlar üçün müsbət tərəfləri vardı. Şirvanşahların bir növ ərazi bütövlüyü təminat altına alınmışdı. Yəni artıq Qızıl Ordunun hücumlarından Şirvanşahlar xilas olmuşdu. Eyni zamanda Əmir Teymur da özü üçün sadiq bir müttəfiq tapmışdı. Hətta Əmir Teymurun belə deyək də həm 1387, həm 1395-ci illərdə Qızıl Ordu üzərinə, Əmir Teymurun bu illərdə Qızıl Ordunun üzərinə yürüşündə, həm də ki 1402-ci ildə baş vermiş Ankara döyüşündə Əmir Teymurun müttəfiqi kim idi? Şirvanşah 1-ci İbrahim idi. Yəni Şirvanşah 1-ci İbrahim də Əmir Teymura bu yürüşlərdə böyük dəstəyi olmuşdu. Daha sonra 1405-ci ildə Əmir Teymur Çinə səfəri zamanı ölür və bundan sonra 1-ci İbrahim də öz siyasətində dəyişiklik elan edir. Beləliklə Teymurlara qarşı başlayır mübarizə aparmağa. Elə 1405-1410-cu illərdə Azərbaycanda hakimiyyəti ələ keçirmək uğrunda mübarizələr başlayır. Şirvanşahlar, Qaraqoyunlular, Cəlairlər, bunlar başlayır Azərbaycanda hakimiyyəti ələ keçirməyə. Lakin bu zaman Azərbaycanda hakimiyyətdə kimlər idi? Teymurlar. Teymurlar isə bu hakimiyyəti öz əllərində saxlamağa çalışırdılar. Belə bir şəraitdə 1-ci İbrahim başlayır Teymurlara qarşı mübarizə aparmağa və Gəncəni təxmini olaraq burada yerləşirdi. Gəncəni və Qarabağın böyük hissəsini azad edir və 1405-ci ildə Kür döyüşü baş verir tərəflər arasında. Kimlər arasında? Şirvanşahlarla Teymurilər arasında. Bu zaman Şirvanşahlara bir çox dəstək olan qüvvələr var idi. Məsələn, Gəncə və Ərdəbil hakimləri, daha sonra Gürcü hakimi dəstək olmuşdu, Şəki hakimliyi dəstək olmuşdu. Bu kimi qüvvələr Şirvanşahları müdafiə edirdilər və buna görə də Şirvanşahlar qalib gəlmişdi, Teymurlər məğlub olmuşdu. Teymurlərdə isə bu dövrdə məğlub olan tərəf məhz Miranşahın oğlu Mirzə Ömər idi. Mirzə Ömər 1405-ci ildə Kür döyüşündə Şirvanşah 1-ci İbrahimə məğlub olmuşdu. Bundan sonra məhz cənub ərazilərdə Miranşahın oğlu Əbubəkirin qanunsuz vergilər toplaması, belə deyək də əhalinin səbr kasasını daşırması əhalini məhz İbrahimdən kömək istəməyə vadar etmişdi. Nəticədə cənub əhali, xüsusən də Təbriz əhalisi məhz 1-ci İbrahimdən kömək istədi Teymurlara qarşı. 1-ci İbrahim də 1406-cı ildə Təbrizə getdi. Bölgədə, regionda qayda-qanun yaratdı və vergi toplanmasını isə nizamladı. Amma uzun müddət Təbrizdə qala bilmədi, cəmi 2 ay qalır. Uzun müddət Təbrizdə qala bilməməsinin səbəbi o idi ki, çünki Cəlairi hökmdarı Sultan Əhməd və Qaraqoyunlu Qara Yusif Təbrizdə yaxınlaşırdı deyə o da Təbrizi tezliklə 1-ci İbrahim tərk edir və öz ölkəsinə, Şirvanşahlara qayıdır. 1-ci İbrahim 1407-ci ildə Şərqi Gürcüstanı, bəli, Gürcü hökmdarını məğlub edir və Şərqi Gürcüstanı da öz hakimiyyəti altına alır. İndi isə mən Şəki hakimliyi 13-14-cü əsrlərdə mövzusunu danışmaq istəyirəm. 1229-cu ildə
Şəki və Qəbələyə vəzir və vali təyin olunmuşdu və həmin o vəzirlə vali 1229-cu ildə Şəki və Qəbələni birlikdə idarə edirdilər. Sonra 13-cü əsrdə Monqolların yürüşü zamanı həm bilirik ki, Şirvanşahlar, həm də ki, Şəki hakimliyi tabe edilmişdi. Şəki hakimliyini 14-cü əsrdə kim idarə edildi? Fəzullah Rəşdəddinin oğlu Cəlal Şəki hakimliyi ilə birlikdə Qarabağı, Arranı, Muğanı məhz həmin o Fəzullah Rəşdəddinin oğlu Cəlal idarə etmişdi. 14-cü əsrin 30-cu illərində məhz Elxanilər dövlətinin zəifləməsindən istifadə edən həm Şəki hakimliyi, həm də Şirvanşahlar asılıqdan çıxırlar, öz belə deyək daxili müstəqilliyini yenidən bərpa edirlər. Nəticədə Şəkidə bu dövrdə yeni bir sülalə hakimiyyətə gəlir. Bu sülalənin adı Oyrat idi. Oyrat sülaləsi hakimiyyətə gələn kimi artıq başlayır Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə. Artıq yeni bir siyasi qüvvə kimi ortaya çıxırlar. Şəki hakimlərini biz Teymuri yürüşləri zamanı tanıyırıq. Seyid Əli və onun oğlu Seyid Əhməd. Seyid Əli haqqında danışmaq istəyirəm. Hansı ki, Teymuri yürüşlərini qeyd edək burada. Teymurun 1386, 1392 və 1399-cu il 3 yürüşü zamanı Şəki hakimliyinin belə deyək də aqibətindən danışım. Birinci yürüş zamanı Şəki hakimi Seyid Əli idi. Seyid Əli əvvəlcə tabi olmaq istəmir, mübarizə aparır, amma sonradan mübarizə nəticəsində, Teymuri yürüşü nəticəsində Seyid Əli tabi olur. Lakin Əmir Teymur Azərbaycanı tərk edəndən sonra Seyid Əli bu asılıqdan çıxır. Sonra Teymur 1392-ci ildə ikinci yürüşü zamanı Əlincə qalasını mühasirəyə alır və bu döyüşlərdə Seyid Əli də Əlincə qalasını müdafiəsinə qalxır. Nəticədə Cəlalirlərə dəstək olmağa çalışırdı və bu döyüşdə isə Seyid Əli ölür. Seyid Əlinin yerinə oğlu Seyid Əhməd gəlir. Qeyd edim ki, ikinci yürüş zamanında Seyid Əli idi. Üçdə artıq Seyid Əhməd. Bəli, Teymurun üçüncü yürüşü zamanı 1399-da Seyid Əhməd idi. Birinci İbrahim Seyid Əhmədlə Teymurun münasibətlərini yaxşılaşdırır. Yəni dəstək olur ki, İbrahim, Seyid Əhməd belə deyək də keçir Əmir Teymurun itayətinə. Necə vaxt ikən Şirvanşah hökmdarı 1-ci İbrahim keçmişdi. Və hətta Şirvanşah hökmdarı 1-ci İbrahim həm də Gürcü hakimi 7-ci Georginin də Gürcü hakiminin də Teymurlərin asılılığına keçməsinə səbəb olmuşdu. Yəni bu dövrdə biz danışanda Şəkinin, Şirvanşah və Gürcülərin bir normal münasibətinin olduğunu görmüş olacağıq. Mənim Şirvanşah və Şəki hakimliyi haqqında izahım bu qədər. Dinlədiyinizə görə təşəkkür edirəm.